Hello guys, hər kəsə salam. Əziz 5-cilər, növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız Game Changer Express olacaq. Bu bölmədə nələri öyrənəcək onların mövzularıdır və yanında səhifələri də verilib. Biz başlayırıq səhifə 100-dən. Reading 1. Across the curriculum, Math. A class survey. Look at the chart and choose the correct words. The information charts in images or paragraphs. The information is about teachers or students. Deməli, biz bu chartda baxıb təyin edəcəyik ki, şəkil yoxsa paragrafdır, teachers haqqında, müəllimlər haqqındadır, yoxsa bu informasiya tələbələr haqqındadır. Analyze the chart, then answer the question for you. Deməli, chartı analiz edəcəyik, daha sonra suallara cavabı özümüzə görə verəcəyik. Gəlin ilk öncə charta baxaq. Escola Carlos Engio Stewart. Total number of students 100. Topic favorites. Bəli, gəlin bizə verilən chartımızı oxuyaq, tərcümə edək. İlk öncə my favorite activity, mənim sevimli aktivitem. Burada ən çox səs verməli sports, idman alıb. Gəlin baxaq. I'm Bruna, I'm from Mexico. My favorite activity is sports. Basketball is cool. Mən Brunoyam, mən Meksikadanam. Mənim sevimli favori fəaliyyətim idmandır. Basketbol əladır. Ən çox səs verməli burada idman alıb. 2-yə baxırıq. My favorite place səs verməsində ən çoxunu 60% səslə ev alır, home. Gəlin baxaq. Hello, I'm Luciana. I'm from Brazil. School is my favorite place is too. Deyir ki, mənim adım Lucianadır, mən Braziliyadanam. Məktəb də mənim sevimli yerimdir, o əladır. Daha sonra I'm Samira and I'm from Brazil. My favorite place is my home. It's awesome. Mən Samirayam, mən Braziliyadanam. Mənim favori yerim evimdir. Favori məkanım evimdir, o əladır. Heyrətamizdir. Gəldik növbəti my favorite things. Mənim favori əşyalarım. Burada ən çoxu cell phones, yəni telefonu götürür. Ən çox səs verməni telefonu alır. Baxaq. Hi, I am Chinita. I'm from Brazil. My favorite things are cell phone and books. What's your favorite thing? Mən Chinitayam, Braziliyadanam. Mənim favori əşyam mənim telefonum və kitablarımdır. Sənin favori əşyan nədir? Hello, my Diego. I am Diego. I am from Mexico. This is my favorite things. My bike. Salam, mən Diegoyam. Mən Meksikadanam. Mənim favori əşyam mənim velosipetimdir. Deməli, bizə verilən məlumatları oxuduq. Gəlin indi birinci bizə verilən sualları cavablayaq. Deməli, the information in the charts is an image or paragraphs. Paragraphs nədir uşaqlar? Yəni, bir fikri izah edən cümlələr qrupudur. Yazılı mətndə bir mövzu və ya fikir haqqında yazarkən onu bir hissəyə bölürük. Bu hissələrə də paragraf deyilir. Deməli, bu suala cavab olaraq buradakı məlumatlar şəkillərdə verilib, paragraflarda yox. Yəni, şəkillər və qrafiklər var, uzun yazılı paragraflar yoxdur. Ona görə cavabımız olacaq image. The information is about teachers or students. Təbii ki, studentslər arasındaydı. 100 students qatılıb bu səs verməyə. Daha sonra analyze the chart, then answer the question for you. Chartı analiz elədik və özümüzə uyğun suallara cavab verə bilərik. What's your favorite thing? Sənin favori əşyan nədir? Buna hərəniz bir söz yaza bilərsiniz, yəni bir şey yaza bilərsiniz. Mən məsələn, mənim favori əşyam mənim kitabımdır demək istəyərəm. Və yaxud da kitablarımdır. Belə yaza bilərik ki, my favorite thing is my book. Və yaxud telefonda yaza bilərsiniz, ürəyiniz nə istəsə. Sizin üçün favori olan əşya nədirsə onu. What's your favorite place? Sənin sevimli məkanın nədir? Haradır ya da my favorite place
is my home. Evimdir. What's your favorite activity? Sənin sevimli aktiviten nədir? Yəni fəaliyyətin nədir? Ona belə cavab verə bilərəm ki, my favorite activity is listening to music. Musiqi dinləməkdir. Belə, özümüzə görə suallara da cavab verdik. Elədirsə, davam edək. Read and listen to a story. Səs verməni dinləyin. Choose the correct answer. Doğru cavabları verin. Burada biz chartı oxuduğumuza görə artıq ümid edirəm ki, dinləməyə ehtiyac yoxdur. Çünki oxuyub buradan öz cavabımızı verə bilərik. The cell phone is the favorite things for. Deməli, telefon favori əşyadır. Neçə faiz uşaq üçün? 50% uşaq üçün, düzdürmü? 50% students üçün telefon favori əşyadır. School is the favorite place for. School, baxırıq, school neçə faiz tələbə üçün ən sevimli məkandır? 40%. Deməli, A-nı nişanlayırıq. Music is a favorite activity. Baxırıq, musiqi neçə faiz tələbə üçün favori aktivitədir? 10% tələbə üçün, deməli 10%-i nişanlayırıq. Hansı aktivitə 30% uşaqlar üçün favoridir? Baxaq aktivitələrə. 30% video games. Video games, deməli 30% uşaqlar video games-ə səs veriblər ki, onların favori aktivitələridir. Burada bir think bölməsi var. Gəlin ona nəzər salaq. Think. Look at your answer in exercise 2. Are your results similar to paragraphs? Deyir ki, düşün və sənin cavablarına bax. Exercise 2-dəki sənin result, yəni nəticənlə həmin paragrafdakı nəticələr eynidirmi? Gəlin baxaq. Deməli, mənim cavablarım favori əşyam kitabımda demişəm, favori yerim evimdə demişəm, favori aktivitəm fəaliyyətim musiqi dinləməkdir. Exercise mənim nəticələrimlə eyni deyil. Bu home, favorite place eyni gəlir, 60%. Hər ikimiz də eyni qərarı, yəni hər ikimiz dediyim bu chartla mənim cavablarım arasında. Digərləri eyni gəlmir. Eyni gəlmir necə? Çünki music seçmişəm birində 10%-dir. Yəni burada çox az bir student ona səs verib musiqi qulaq asmağa. Və bu tərəfdə də favorite thing-də də book-u seçmişəm. Orada da az uşaq səs verib book-a. Ona görə bəli, eyni gəlir, düzdür. Buradakı şeylərlə yazmışam, amma nəticədə ən yüksək bal alan, yəni ən yüksək səs verilən place olsun, think olsun, activity olsun, mənim yazdıqlarımla eyni olmur. Davam edirik. Reading to around the world, usual homes. Read and listen to the text. Check the correct answer. What's the object of the author? To talk about his home, to talk about different type of hotel, to talk about types of homes. Bu cavab, yəni bunun cavabını, bu sualın cavabını biz ancaq oxuyandan sonra cavab verə bilərik. Gəlin baxaq. My home is a cave. Mənim evim mağaradır. Where is your home? Sənin evin hardadır? My home is a cave. Mənim evim mağaradır. There are beautiful cave homes around the world. Look, çoxlu mağaralar vardır, mağara evləri vardır dünyada. Bax. Gəlin baxaq, tərcümə edək. Look at this hotel in Cederberg Mountains in South Africa, 224 km from Cape Town. Cənubi Afrikada Cape Town'dan 240 km uzaqda yerləşən Cederberg dağlarındakı bu otelə baxın. The cave is old, but the windows are very modern. Mağara köhnədir, amma pəncərələri çox müasirdir. Daha sonra, the Stadsel caves in South Africa are not homes, but there are paintings here.
Cənubi Afrikadakı Stadsal mağaraları ev deyil, amma burada rəsmlər var. There are some very old paintings of elephants on the walls. Divarlarda çox qədim fil rəsmləri var. Bu rəsmlər 1000 ildən də qədimdir. The paintings are over 1000 years old. These cave homes in Matmata, Tunisia are very old. Tunisin Matamatasındakı bu mağara evləri çox qədimdir. There are about 2000 people in this community and these caves are perfect for families. Bu icmada təxminən 2000 nəfər yaşayır və mağaralar ailələr üçün ideal yer hesab olunur. What part of home is this? Bu evin hansı hissəsidir? Correct. It's the kitchen. Bu mətbəxdir. Cool, isn't it? Əladır, elə deyil. There are no windows, but there are plates on the walls. Pəncərələri yoxdur, amma divarlarda boşqablar var. These homes are great. What's your favorite cave home? Bu evlər möhtəşəmdir. Sizin ən sevdiyiniz mağara evi hansıdır? Bəli, bizə verilən deməli mətni oxuduq, tərcümə elədik. Gəlin indi suala cavab verək. What's the object of the author? Burada bizdən soruşur ki, müəllifin məqsədi nədir? Cavab seçimləri hansılardır? To talk about his home, öz evi haqqında danışmaq. İkincidə deyir, fərqli bir otel növündən bəhs eləmək. Üçdə isə deyir, ev növləri haqqında danışmaq. Gəlin, baxaq ki, bunlardan hansı idi? Burada düzgün olan təbii ki, ev növlərindən danışmaq idi. Çünki mətndə müxtəlif ölkələrdəki mağara evlərindən nümunələr verilir. Müəllifin əsas diqqəti qeyri-adi ev növlərinə yönəlib. Ona görə də düzgün cavab ev növlərindən danışmaqdır. Davam edirik. Exercise 2. Choose the correct words. Cave homes are təbii ki, beautiful. The cave home in South Africa is yoxsa isn't hotel. Gəlin baxaq. South is old, but look at this hotel. Deməli, hoteldır da, düzdürmü? Deməli ki, caves is South are not homes, düzdürmü? Yox, South digərindən deyir. Yox, South Africa isn't hotel. Üçüncü sualın cavabına baxıram mən. Əslində ikini cavablandırmalıyıq. Place on the walls. Stadsals.
Uşaqlar, mən burada öz fikrimi qeyd etdim. Gəlin birlikdə oxuyaq. Yes, I think cave homes are awesome. They are cool and different. I like natural place. Bəli, mən düşünürəm ki, deməli, mağara evləri əladır. Onlar sərin və fərqlidir. Mən təbii yerləri sevirəm. Mənim cavabım bu şəkildə oldu. Siz də istədiyiniz şəkildə cavab verə bilərsiniz bu suala. Keçirik növbəti tapşırığımıza. Artıq səhifə 101-dəki tapşırıqların hamısını bitirdik. Gəlirik növbəti tapşırığımız. İlk öncə bizi reading qarşılayır. Across the curriculum geography. Weather, su haqqındadır. Complete the sentences, cümləni tamamlayın. Cümləni tamamlamazdan əvvəl bizə verilən mətni oxumalıyıq. Read and listen to the text. Are your ideas from exercise 1 in the text? Deməli, biz öz ideyamızı, yəni fikrimizi yazmaq üçün nə etməliyik? Birinci teksti oxumalıyıq. Weather, an important resource. Su ən vacib resursdur. Gəlin başlayaq tərcüməyə. Hi dear, I am Amy and I am 13 years old. I live in Nyakampingo. It's a small place in Africa. There isn't clean water in Nyakampingo, and it's a big problem for my family and friends. My mom, my brothers, and I walk for 3 hours to get water. We take a container. With the water in the container is about 45 kilos, the same as a baby hippo. Salam, mənim Amy. 13 yaşım var. Nyakampingo'da yaşayıram. Bu Afrikada kiçik bir yerdir. Nyakampingo'da təmiz su yoxdur və bu mənim ailəm və dostlarım üçün böyük problemdir. Anam, qardaşlarım və mən su almaq üçün 3 saat piyada gedirik. Biz konteyner götürürük. Konteynerdəki su ilə birlikdə çəki təxminən 45 kiloqramdır. Bu körpə begemotun çəkisi qədərdir. Gəldik növbəti oktyabr ayına yazmanı. But now things are different. There is a clean water in my school. Now there is a garden with fresh vegetables and fruits. We eat them at lunchtime. The weather is safe and the bathrooms and kitchen are clean. My family and friends go to school to get clean water. Now we don't walk for hours. I have time to study and have an education. My mom and dad work in community and we all feel great. Is there clean water in your home and in your school? Many people in the world don't have clean water, so remember, water is important. Let's preserve it. Amma indi hər şey dəyişdi. Məktəbimizdə təmiz su var. İndi təzə tərəvəz və meyvələr olan bir bağ var. Biz bunları nahar vaxtı yeyirik. Su təhlükəsizdir. Yəni bathroom, hamam otağı və mətbəx təmizdir. Ailəm və dostlarım təmiz su almaq üçün məktəbə gedirlər. İndi biz saatlarla piyada getmirik. Mənim oxumaq və təhsil almaq üçün vaxtım var. Anam və atam icmada işləyirlər və hamımız özümüzü əla hiss edirik. Sizin evinizdə və məktəbinizdə təmiz su varmı? Dünyada çox insanın təmiz suyu yoxdur. Ona görə də unutmayın ki, su vacibdir. Gəlin onu qoruyaq. Bəli uşaqlar, bizə verilən mətni oxuduq, tərcümə etdik. Gəlin indi qayıdaq və ilk cümləni tamamlayaq. I use weather for, mən sudan su istifadə edirəm. Burada yaza bilərik drinking. Və yaxud cooking. Hansını istəsəniz yaza bilərsiniz. Və yaxud yaza bilərik bitkilərə su vermək üçün watering. Plants. Belə də yaza bilərik.
Və bunları yazdıqdan sonra ikinci sualın cavabını avtomatik əslində vermiş oluruq. Sənin ideyaların deməli bu chartdakı tekstdə var idimi? Bəli, var idi. Onlar da suyu içmək üçün istifadə edirlər, yeməyi bişirmək üçün ya da bitkilərini suvarmaq üçün də istifadə edirlər. Gəldik exercise 3. Read the text again. Complete the sentences with the words below. Bizə verilən sözləri cümlələrin içində istifadə etməliyik. Doğru cümləyə qoymalıyıq. Gəlin başlayaq. İlk cümləni özləri veriblər. İkinci cümləyə baxırıq. Amy and her family use a container olacaq. Container istifadə edirlər. Daha sonra ikiyə baxırıq. A baby hippo olmalıdır. Üçə baxırıq. The vegetables and fruits as Amy's school are fresh. The weather is Amy's school is safe. The bathrooms and kitchen in the school are clean. Bəli. Bunu da bitirdiyimizə görə davam edirik. Check the correct sentences. Doğru cümlələrə tik qoyduq. Amy is 30 years old. Bu düz idi, qoydular. İkiyə baxırıq. There is clean water in Amy's village now. Bəli, indi Amy'nin kəndində təmiz su var. There isn't a yard Amy's school. Bu yanlışdır. Çünki o deyirdi ki, su var onların məktəbinin həyətində. Hətta ailəsi də su almağa məktəbə gedirdi. Amy has time to study now. Yes, Amy'nin artıq vaxtı var təhsil almağa. There is clean water for everybody in the world. Bu yanlışdır çünki dünyadakı hər kəs üçün təmiz su yox idi. Bunu da yazdığımıza görə davam edirik. Think, düşün. Where is your water from? What do you do protect water? Sənin suyun hardandır, yəni hardan gəlir və suyu qorumaq üçün nə edirsən? Bu haqda biz öz fikirlərimizi yazmalıyıq. Gəlin elədirsə yazaq. Bəli uşaqlar, mən həmin suala özüm üçün uyğun şəkildə cavab yazdım. Gəlin oxuyaq. I get water from the tap at home. Sometimes we use bottled water too. I try to protect water. I turn off the tap when I brush my teeth and don't waste it. Water is important for everyone. Mən evdə suyu krandan alıram. Bəzən butulka suyu da istifadə edirik. Mən suyu qorumağa çalışıram. Dişlərimi fırçalayanda kranı bağlayıram və suyu israf etmirəm. Su hər kəs üçün vacibdir. Mən bu şəkildə yazdım. Siz də istədiyiniz şəkildə yaza bilərsiniz. Mənim yazdıqlarımdan ilham alaraq. Davam edirik. Reading for around the world. Dünya ətrafında. My Inuit family. Look at the photo and the text. Who is the actor? Where is the text from? Choose the correct words to complete the sentences. Biz bu suallara bizə verilən teksti oxuduqdan sonra cavab verə bilərik. Home, about me, contact me. Ev mənim haqqımda, mənimlə əlaqə, mənimlə kontakt. O zaman başlayaq tərcüməyə. About me. Hi and welcome to my blog. My name is Taklo. I am 12 years old and I live in Alaska with my family. Look at this photo. There are 5 family in my family. There are 5 people in my family. My dad, my mom, my brother, my grandma and me. In this photo, I'm wearing a brown coat, brown pants and boots. In my family, we don't use animals to make clothes. We buy modern clothes because they are comfortable. But some families make clothes with animal fur and animal skins to keep warm. Are we Eskimo people? No, we are not. Eskimo is not the correct word. We are Inuit. We live in other places too, like Canada, Siberia or Greenland. It's very cold here. Sometimes it's minus 40 degrees Celsius.
Impossible to go out without the right clothes. I don't wear regular clothes like t-shirts, sweatshirts, shorts or sneakers. It's too cold for that. I wear special shirts, pants and jackets that protect my body. But I have to wear two pairs of boots and two hats. I hope you enjoy my blog. Please comment on the post. It's great to get to know you. Bir səfər oxuduq. İngilis dilində gəlin indi onun tərcüməsini sizə deyim. Mənim haqqımda. Salam, bloguma xoş gəlmisiniz. Mənim adım Tokyodur. 12 yaşım var və ailəmlə birlikdə Alaskada yaşayıram. Bu fotoya baxın, ailəmdə 5 nəfər var. Atam, anam, qardaşım, nənəm və mən. Bu fotoda mən qəhvəyi palto, qəhvəyi şalvar və çəkmə geyinmişəm. Ailəmdə biz heyvanlardan geyim hazırlamırıq. Biz müasir geyimləri alırıq, çünki onlar rahatdır. Lakin bəzi ailələr isti saxlamaq üçün heyvan dərisi və xəzindən geyim hazırlayırlar. Biz Eskimos xalqıyıq, xeyr deyilik. Eskimos sözü düzgün deyil, biz Inuitik. Biz həmçinin Kanadada, Sibirdə və Qrinlandiyada yaşayırıq. Burada hava çox soyuq olur, bəzən -, dərəcə Selsiya olur. Düzgün geyim olmadan kənara çıxmaq mümkün deyil. Mən adi geyimlər, məsələn futbolkalar, sviterlər, şortlar və ya idman ayaqqabıları geyinmirəm. Bunun üçün çox soyuqdur. Mən bədənimi qoruyan xüsusi köynəklər, şalvarlar və cəketlər geyinirəm. Amma 2 cüt çəkmə və 2 papaq geyinməliyəm. Ümid edirəm ki, bloqum sizə xoş gəlir. Zəhmət olmasa şərh yazın. Sizi tanımaq çox xoşdur. Bəli uşaqlar, bizə verilən mətni oxuduq, tərcümə etdik. İndi isə suallara cavab verə bilərik. İlk sual, who is the author? Yazıcı kim idi? Yazıcı Toklo idi, düzdürmü? Yaza bilərik adını. Daha sonra, where is the text from? Choose the correct words and complete the sentences. Text nədən idi? Yəni, nə haqqındaydı? A book deyildi. Təbii ki, a blog idi. Toklonun blogu idi. Devam edirik. Read and listen to the text. Complete the chart with the words in a text. Bəli, növbəti tapşırıqda bizdən bunları doldurmağımızı istəyir. Family members, ailə üzvləri, clothes geyimlər və yerlərlə bağlı. Ailə üzvlərindən kimlər var idi? Mom var idi, ana. Daha sonra brother var idi. Grandma var idi. Bir də Tokyo'nun özü. Geyimlərdə nələr var idi? Deyir ki, I wear special shirts, pants. Məsələn, pants yaza bilərik. Special pants da deyə bilərik. Jacket yaza bilərik. Jackets. Daha sonra nə yaza bilərik? Boots yaza bilərik. Place, Alaska'nın adını çəkdi. Daha sonra Kanada. Daha sonra Siberia. Burada Greenland. Bəli, bunu da bitirdiyimizə görə davam edirik. Read the text again and complete the sentences with one word. Bir sözlə bizə verilən sözləri cümləni tamamlamalıyıq. There are nə qədər idi? 5 people in Tokyo's family. Baxaq. 5 people, bəli. Yazırıq 5. Tokyo and his family wear special clothes. Düzdür. Daha sonra Tokyo and his family don't wear because it's very cold. Necə paltarlar geyinmirdilər? I don't wear regular clothes. Baxın, görürsünüz, burada yazılıb. Regular clothes. Inuit people live in Alaska, Siberia, daha sonra Kanada and Greenland.
Bunu da bitirdik. Davam edirik. Növbəti və sonuncu tapşırığımız think, düşün. What are special clothes for you? Sən çox xüsusi paltarlar nələrdir? What are traditional clothes in your country? Ənənəvi geyimlər nələrdir sizin ölkənizdə? Bunun haqqında gəlin mən öz düşündüklərimi yazım. Siz də ondan yola çıxaraq yazarsınız. Bəli uşaqlar, mən öz fikirlərimi yazdım. Gəlin oxuyaq. Special clothes are clothes we wear on special days. For example, birthday, wedding, or holiday. We wear nice dresses or sweets. Answer 2. Traditional clothes are clothes from our culture. For example, kalagayu, papaq, and national dress. We wear them on holiday, on Nowruz or other holidays. Uşaqlar, burada special day deyəndə, special clothes deyəndə daha doğrusu, onlar tamam başqa şeyi nəzərdə tuturlar. Onlar daha qalın geyimi nəzərdə tuturlar, isti geyimlər nəzərdə tuturdular bu hekayədə, bu tekstdə. Amma bizdə xüsusi geyim deyəndə hansısa bir xüsusi zamanlarda geyindiyimiz geyimlər nəzərdə tutulur. O səbəbdən mən bu şəkildə yazdım. Gəlin tərcüməsini də deyim sizə. Special clothes xüsusi paltarlar, xüsusi günlərdə geyindiyimiz paltarlardır. Məsələn, ad günü, toy və bayramda gözəl don və ya kostyum geyinirik. Traditional clothes, ənənəvi geyimlər isə bizim mədəniyyətimizə aid paltarlardır. Məsələn, kalagayu, papaq, milli geyim. Biz onları Novruzda və ya başqa bayramlarda geyinirik. Bu qədər əziz uşaqlar. Növbəti izahlarda görüşmək ümidi ilə. Bugünlük bu qədər. Sağ olun.